bu devletin vatandaşı ya yok. Bizim de hüquqlarımız, biz neyine kösek bu devletler? Biz hiç kəsən dövlətçilik eləmək istəmirik. Bizim nə var dövlətlər, nə sevgisi, vəzifələr, nə Kristoda gözümüz yoxdur. Biz ancaq hüquqlarımızı tələb edirik. Biz cahil insanların eyni yurda olabilmeliyiz. Biz nə istedik ki? Biz ancaq oxumasın. Bize tələb vermirlər, kimliyimiz yoxdur. Biz bu xalqın nümayəndəsi deyilik. Biz ancaq sayfırlar. Biz haqqımızı tələb edirik. Biz haqqımızı bilmirik. Məslum bizim başımda belə olsun. Xahiş edirik Prezidentімizdən, Mehriban Əliyevadan, Nazirimizdən. Onlar da müsəlmandır. Biz inanırıq ki, onlar Allah'a inanırlar. Bize hörmət eləsinlər. Bize hicabımızda değməsinlər. Bizim savadımızı yoxlasınlar. Şuurumuzu yoxlasınlar. Əqidəmizi yoxlasınlar. Bizim hicabımızda ne işleri var? Onların deyim, yani o kadar Allah'a güvenmirlər. İnanmırlar ki, onlar bizim hicabımıza. Biz inanırıq, onlar inanırlar. Ona göre de onlardan xahiş edirik. Bizim hicabımızda işleri olmasın. Bizi rahat bıraksınlar. Allah'a göre, Allah